Salam değerli şagirdler. Bildiyiniz kimi bugün 12 aprel 2026 9-cu siniflər üçün DİM tərəfindən qəbul buraxılış imtahanı keçirildi. Qrammatika suallarının izahını və birinci mətnin izahını kanalımda paylaşmışam. Daxil olub izləyə bilərsiniz. İndi isə keçid edək növbəti ikinci mətnimizə. Birinci mətnimiz bədii mətn idi. Bu isə publisistik mətindir. Başlayaq ilk öncə oxumağa, sonra sualları birlikdə təhlil edək. 1816-cı il tarixi yaysız il kimi də tanınır. Bu il təbiətdə baş vermiş nadir və maraqlı iqlim dəyişiklikləri səbəbindən yay mövsümü deməli soyuq və yağışlı keçmişdi. Yayda qar və şaxta müşahidə olunmuş. Bu isə insanların gündəlik həyatına, kənd təsərrüfatına, iqtisadi vəziyyətə ciddi təsir göstərmişdi. Bu hadisənin yaranmasının əsas səbəbi 1815-ci ilin aprelində Tambora vulkanının partlaması olmuşdur. Bu partlayış, bunu fərqli işarələyək. Bu partlayış tarixdə ən böyük vulkan püskürmələrindən biri sayılır. Partlayış nəticəsində çoxlu miqdarda kül, qaz, zəhərli maddələr atmosferə yayıldı. Günəşdən gələn işığın yerə çatması azaldı. Bu isə yer kürəsində orta illik temperaturun aşağı düşməsinə gətirib çıxardı. Nəticədə 1816-cı ilin yayında hava qeyri-adi dərəcədə soyuq keçdi. Bu birinci abzasımız, bu 2, bu da 3. Bu da Şimali Amerika, Avropa, Asiyada kənd təsərrüfatı sahəsində ciddi problemlərin yaranmasına səbəb oldu. Deməli, Şimali Amerika, Avropa və Asiyada meyvə ağacları çiçəkləmədən dondu. Taxıl sahələri məhv oldu. Aclıq və sosial narazılıqların yaranması vəziyyəti daha da çətinləşdirdi. Bunlar qara yazılmaqda, bunlardan sual var. Sonra Avropada çox sayda insan qida çatışmazlığından əziyyət çəkdi. Məhsul çatışmazlığına görə atlara yem tapılmadı. Bir qismi kəsildi. Nəticədə nəqliyyat böhranı yarandı. Bu dövrdə Karl Drais 1817-ci ildə ilk iki təkərli nəqliyyat vasitəsini, Draisin, yəni velosipedin ilkin forması yaratdı. Beləliklə iqlim fəlakəti texnologiyaya da təsir etdi. Bu hadisə insan həyatına sirayət etməklə yanaşı elm və mədəniyyətə də təsir göstərdi. İngiltərədə uzun və soyuq gecələrdə insanlar evdə oturub hekayələr danışır, şeir və romanlar yazırdılar. Həmin dövrdə qorxu hekayələri yazmaq üçün müsabiqə təşkil olundu. Bu müsabiqə nəticəsində dünya ədəbiyyatında ilk elmi fantastik əsərlərdən biri Frankenstein romanı deməli doğuldu. Mary Shelley'nin məşhur Frankenstein romanı məhz 1816-cı ildə ilin sərt havası altında yazılmışdı. Bu sadəcə hava dəyişməsi deyil, insanların köç etməsinə, yeni texnologiyalar yaranmasına, dünya tarixinin axarının dəyişməsinə səbəb olan qlobal fəlakət idi. Bu hadisə göstərdi ki, təbiət qüvvələri bəşəriyyətin həyatını dəyişdirə bilər. Bu gün də alimlər bu kimi hadisələrdən gələcək iqlim dəyişikliklərini proqnozlaşdırmağa çalışırlar. Baxaq indi 47-ci suala. Bu cümlə ilə mətnin nəticə hissəsini, hansı cümlə ilə mətnin nəticə hissəsini genişləndirmək olar? Nə deyir burada? Deməli, gəlin qeydən başlayaq. İnsanlıq tarix boyu, bax sənə nəticə hissəni deyir. İnsanlıq tarix boyu çoxsaylı siyasi, iqtisadi böhranlarla üzləşmiş, bəziləri təkcə bir bölgəni əhatə etmişdi. Əsas hissəyə gedəcək. Bir çox ölkələrdə hökumətlər bu böhranın öhdəsindən gəlmək üçün susuzluğun qarşısını almağa yardım proqramları yaratmağa çalışdı da bu tədbirlər çatışmazlığın qarşısını almaqda yetərli olmurdu. Bu da əsas hissəyə gedəcək. İqlim soyuq olan ölkələrdə günəşin görünməməsi və havanın daim buludlu olması insanlarda depressiya və qorxu kimi psixoloji problemlərin artmasına səbəb olur. Bu da əsas hissəyə getmiş olacaq. Sonra
Partlayış o qədər güclü idi ki, səsi minlərlə kilometr uzaqlıqda eşidildi və vulkanın ətrafında yerləşən kəndlər tamamilə məhv oldu. A variantında nə deyir? Bu da əsasıya gedəcək. Çətinliklər insanların yaradıcı potensialını üzə çıxararaq innovativ həllərin meydana gəlməsinə şərait yarada bilər. Baxın, nəticə isə bax bu abzas sonuncudur. Bu sadəcə hava dəyişməsi deyil, insanların köç etməsinə, yeni texnologiyalar yaranmasına, dünya tarixinin axarının dəyişməsinə səbəb olan qlobal fəlakət idi. Bu hadisə göstərdi ki, təbiət qüvvələri bəşəriyyətin həyatını dəyişdirə bilər. Gələcək iqlim dəyişikliklərini proqnozlaşdırmağa çalışırlar. Çətinliklər insanların yaradıcı potensialını üzə çıxararaq innovativ həllərin meydana gəlməsinə şərait yarada bilər. A variantı bizdə nəticə hissəsinə yazılacaq. 48. Əvvəlində işarə qoyulmuş hansı cümləni çıxarsaq, məzmuna xələl gəlməz. Baxın, bu tipli suallarda gedib birbaş işarə qoyulan cümləni oxumayın. Niyə? Çünki cümlələr bir-birindən əlaqəli olur da, bilirsiniz. Bu işarələr qoyulan cümlədən bir cümlə əvvəli və ya bir cümlə sonranı da oxuyun ki, görün, yəni buranı, bu hissəni çıxarsaz, məzmuna xələl gələrmi, gəlməzmi? İndi baxaq. Buradan elə gəlin, mətnin öz üzərindəki işarə ilə sırayla gedək. Nə deyir burada? Bu hadisənin yaranmasının əsas səbəbi 1815-ci ilin aprelində Tambora vulkanının partlaması olmuşdu. Partlayış nəticəsində çoxlu miqdarda kül, qaz, zəhərli maddələr atmosferə yayıldı. Görürsünüz, bax bunun ardından mən növbəti bu cümləni oxudum, yəni bu hissəni oxumadım. Məzmuna yəni heç bir xələl gəlmir. Cümlə davam edir. Yəni sən burada bunu desən də olar, deməsən də olar. Ona görə B gedir. Sonra növbəti işarəmiz nədir? Kvadrat, yox, üçbucaq. Avropada çox sayda insan qida çatışmazlığından əziyyət çəkdi. Yəni əvvəldən baxaq, meyvə ağacları çiçəkləmədən dondu, taxıl sahələri məhv oldu. Aclıq və sosial narazılıqların yaranması vəziyyəti daha da çətinləşdirdi. Məhsul çatışmazlığına görə atlara yem tapılmadı. Baxın, bunun ardından bu hissəni oxudum yenə. Bunu da çıxarsam, yəni məzmuna heç bir xələl gəlmir. Sonra kvadrat. Bu dövrdə Karl Drais 1817-ci ildə ilk iki təkərli nəqliyyat vasitəsini yaratdı. Beləliklə iqlim fəlakəti texnologiyaya da təsir etdi. Baxın, bunun nəticəsində olub deyə, ona görə bu kvadratı sən çıxara bilmərsən. Deməli, burada doğru cavabımız D olmuş olacaq. Bu da getmişdir. Romb işarəsinə baxaq. Bu hadisə insan həyatına sirayət etməklə yanaşı elm və mədəniyyətə də təsir göstərdi. İngiltərədə uzun və soyuq gecələrdə insanlar evdə oturub hekayələr danışır, şeir, roman yazırdı. Həmin dövrdə, baxın, bu da bunun davamıdır. Yəni, bunun davam deyil daha doğrusu. Yəni, bunu sən desən də olar, deməsən də olar. Məzmuna heç bir xələl gəlmir. Sonra buna da baxaq. Mary Shelley'nin məşhur Frankenstein romanı məhz 1816-cı ilin sərt havası altında yazılmışdır. Bundan əvvəlki cümləmiz nədir? Bu müsabiqə nəticəsində dünya ədəbiyyatında ilk elmi fantastik əsərlərdən biri bu roman olmuşdu. Burada da yenə çıxarsam məzmuna heç bir xələl gəlmiş olmur. Doğru cavabımız da olacaq. Mətndə qara hərflərlə verilmiş sözlərdən heç birinin mənasına uyğun deyil. Baxaq, burada qara hərflərlə verilən hansıdır? Mətnimizdə. Deməli, baxın, kənara çıxaraq bunu, rahat olsun. Sahə, sosial, sonra müsabiqə, sonra nə var? Bu tərəfə baxaq. Fəlakət və axar var. Fəlakət, axar. Deməli, sahəni zəminlə əvəz edə bilərsən. Sonra fəlakət, bəla. Baxın, bəlanı bura. Sonra
Konkurs, müsabiqə, bununla əvəz edə bilərsən. Axarı istiqamətlə əvəz edə bilərsən. Sonra nə qaldı? Üsulu burada əvəzləyəcək nəsə yoxdur. Buna görə doğru cavabımız C variantı olmuş olacaq. 9-da C. Sonra 50-də mətnə əsasən baş vermə səbəbini müəyyən etmək mümkün deyil. Günəş işığının azalması, illik orta temperaturun dəyişməsini, 1816-cı ildə yay fəslinin fərqli keçməsi, qıtlığın yaranması. Baxın, bu dördü də olmasına səbəb nə idi? Vulkan püskürməsi idi də. Amma Y variantı Tambora vulkanında güclü partlayış nədən olmuşdu, onun səbəbi verilmir. Ona görə doğru cavab Y olmuş olacaq. 51-də nə deyir? Mətndə 5 və 6-cı abzasların yeri dəyişdirilərsə nə baş verər? 5 ilə 6-nın yeri dəyişsə, 6-cı abzas deməli bizdə nəticə hissədir deyə. Burada nə götürəcəyik? A variantı məzmun ardıcıllığı pozular. 52-də mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu haqda məlumat var, mətndə bu haqda məlumat yoxdur. Yaysız il yalnız iqlim hadisəsi olmaqla kifayətlənməmiş, həm də insanların həyat tərzini dəyişdirən dünya miqyaslı hadisələrdən biri olmuşdur. Bəli, mətndə bundan söhbət gedir. Təbii fəlakətin elmdə və texnologiyada baş verən dəyişikliklərə səbəb olması, onun müsbət qarşılanmasına, müsbət qarşılanmamışdı axı. İkiləri çıx, bir qalır, ona görə C-də gedir. Həmin ildə dəniz səviyyəsində də dəyişikliklər müşahidə olunmuş, bəzi sahil bölgələrində anormal dərəcədə qabarmalar və çəkilmələr qeydə alınmışdır. Bu haqda məlumat yoxdur, 3-ü götürəcəyik. Yaysız ildə yaranan qeyri-adi iqlim şəraiti kənd təsərrüfatına böyük zərər vurmuşdu, bəli. Doğru cavabımız deməli A variantı olmuş olacaq. Keçid edək 53-ə. Mətndə üzərində rəqəm yazılmış ifadələr əsasında cədvəldəki uyğunsuzluğu müəyyən edin. Bax, uyğunsuzluq istəyir. Baxaq görək mətndə üzərində rəqəm yazılmışlar hansıdır? Deməli, yayıldı. Partlayış nəticəsində çoxlu miqdarda kül, qaz, zəhərli maddələr atmosferə yayıldı. Burada həqiqi mənada. Burada nə deyir? Yuxalar yayılır, içərisi göyərti ilə doldurulur, qutablar bişirilir. Burada biri götürəcəyik, uyğunsuz deyir, ona görə biri olacaq. Sonra ikincidə, ikinci nömrələnmiş sözümüzə baxaq. Məhsul çatışmazlığına görə atlara yem tapılmadı, bir qismi kəsildi. Tapılmadı, kəsildi sözləri. Gəlin baxaq ona da. İllərdən bəri arzuladığı həyatı tapmışdı. Bu doğrudur. Sonra 3-də gün ərzində heç nə yemədiyi üçün taqəti kəsilmişdi. Bu da doğrudur. 4-lə 5-ə baxaq. Görək 4-5 hardadır. Bax, 1816-cı ilin sərt havası altında bir sərt, bir də bu hadisə göstərdi ki, sərt qayaların arxasında insan səsləri eşidilirdi, uyğunsuzdur. Bunu götürəcəyik. Müəllif bu əsəri ilə əmək adamlarının rəşadətini göstərdi. Burada da yenə bax, sənə deyir ki, burada sözün yəni mətnindən fərqli mənada. Burada da uyğunsuz variantdır. Ona görə 1, 4, 5 olmuş olacaq. Sonra 54-də baxaq. Hansı fikirləri mətnə aid etmək olmaz? Baxaq. 1816-cı ildə baş vermiş təbiət hadisəsi sübut edir ki, böyük iqlim dəyişikliyi insanların fəaliyyəti nəticəsində baş verir. Bu biri götürəcəyik. Mətnə aid belə bir fikir yox idi. İnsan fəaliyyəti deyildi yəni orada. Ona görə biri götürəcəyik.
Sonra 19-cu əsrdə atlardan minik vasitəsi kimi istifadə edilirdi. Doğrudur. Yer kürəsində iqlim dəyişikliyinin ilk nümunəsi kimi göstərilir. Burada ilk deyildi. 3-ü götürəcəyik. İqlim dəyişikliyi ədəbiyyata da təsir etmiş, yeniliklərin yaranmasına səbəb olmuşdu. İqlim fəlakətinin texnologiyaya təsiri nəticəsində avtomobillərin yerini 2 təkərli nəqliyyat vasitələri aldı. Uyğunsuz olan 1, 3, bir də 5 olmuş olacaq. Doğru cavab Y variantı. Sonra 55-də nə deyir? Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamla. Baxaq mətndə nöqtələr nədir? Deməli, bu gün də alimlər bu kimi hadisələrdən gələcək iqlim dəyişikliklərini proqnozlaşdırmağı çalışırlar. Burada dərs çıxardaraq yaza bilərsiniz. Keçidirik bura. Dərs çıxardaraq. Sonra 56-da nə deyir? Hər qaranlıqdan sonra işıq doğar deyimini mətnlə əlaqələndirib fikirlərinizi yazın. Mətndən bax, belə əlaqələndirə bilərsiniz ki, mətndə yaysız il kimi ağır təbiət hadisələrindən, vulkan püskürməsidir, iqlim dəyişiklikləri, onların yaratdığı aclıq, yəni soyuq, bu kimi çətinliklərdən bəhs olunurdu. İnsanlar da ciddi sıxıntılar yaşasa da, yəni həmin o çətin dövr həm də elm və texnologiyanın inkişafına, yeni kəşflərə, yəni bunların həll yollarının tapılmasına səbəb olmuşdu. Yəni bu baxımdan mətni həmin o deyimlə, hər qaranlıqdan sonra işıq doğar deyimi ilə əlaqələndirə bilərsiniz. Yəni ən çətin, belə deyim də, qaranlıq dövrlər belə sonunda insanları inkişaf etməyə, yeni çıxış yolları tapmağa və irəliləməyə aparır. Belə, bugünlük bu qədər. Bu cür izahların tez-tez gəlməsini istəyirsinizsə, dəstək olmaq üçün kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Növbəti imtahanlarda uğurlar.